Bugündən etibarən Azərbaycanda qohum evliliyi qanunla qadağan edilir. Məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Artıq cütlüklər nigaha daxil olarkən təkcə tibbi yoxlamadan keçməyəcək. Eyni zamanda onların qohumluq əlaqələri araşdırılacaq. Bəs cəmiyyətin bu məsələyə münasibəti necədir? Çox yaxşı. Ona görə ki, qohum evliliyi müxtəlif xəstəliklərə səbəb olur. Ailələr dağılır, epilepsiya, müxtəlif xəstəliklər baş verir. Ona görə də o başqa qohumluq əlaqələri daha yaxşı olar. Nəinki bu yaxın qohumların. Hesab elə bacı-qardaşdır. İndiki dövrdə, yəni ailələr belə fikirləşirlər ki, mal dövlətimiz özümüzünkinə qalsın. Amma fikirləşirəm ki, yəni başqa ailədən olanda, yəni daha yaxşı olur münasibət. Mən özüm psixologiya oxuyuram, uşaq xəstəlikləri barədə biz keçirik də. Yəni əsasən eksogen səbəblərə ailədən genetik xromosom dəstinin pozulması falan onlar daxildir. Ona görə düşünürəm ki, iki fərqli, yəni ailədən olan insanın evlənməsi daha yaxşıdır. Valideynlər məsləhət bilən qohumlar var. Onları məncə qadağan ediblərsə yaxşı bir şey deyil. Çünki valideynlər bilən məsləhətdir də belə pis. Həm müsbət, həm də mənfi yanaşır. Qohumlar bir-birini tanıyır, uşaqların bir-birini yaxşı tanıyırlar, bir yerdə böyüyürlər. Xasiyyətlərinə bələddirlər. Boşanmalar da az olur qohum evliliyində. Bəs mənfi cəhəti? Hələ mənfi cəhəti odur ki, bayaq dediyim kimi uşaqlar xəstə olur. Qan qrupları uyğun gəlmir. Qohum qohumdur da, qohumla bir də evlənmək nə mənası var ki, evlənməyin? Yad yaxşıdır, biraz ətrafda genişlənir, biraz nəsil böyüyür, elə bir yeniliklər olur. Düşünürəm ki, bu düzdür. Bu gələcək genofonu qorumaq üçün olduqca vacib bir qərardır. Bu qərarı dəstəkləyənləri də alqışlayıram. Ən azından bu irsi xəstəliklərlə bağlı ən çox qohum evliliklərində olurdu. Ona görə də elə ləğv olunsa yaxşı olar. Valla əslinə qalsa yaxşı baxmıram. Nəyə görə? Həm bizim mentalitetə uyğun deyil, həm də sonradan olan uşaqlarda biraz problem yaranır. Könül məsələsindən götürəndə çətin qərardır. Amma digər mənəvi məsələləri götürəndə məncə yaxşıdır. Tutaq ki, xala uşağı, əmi uşağı. Bunlar uşaqlıqdan bir yerdə böyüyürlər, qardaş-bacı sayılırlar. Sonra onların bir-birinə qarşı sevgi hissi mən heç vaxt qəbul eləməmişəm. İndi bir şey də var ki, könül məsələsidir də, bunu sonra çətindir ürəyə nəyisə başa salmaq. Ona görə də bu qanun yaxşıdır ki, elə o qadağan olunar, uşaqlıqdan da uşaqlar o tərbiyədə böyüyər ki, bu cür evliliklər olmaz. Əvvəllər bu proses olurdu və insanlar yaxın qohumlarını, bibi uşaqları, əmi uşaqları və s. ailə qururdu. Amma sonuçda dünya praktikasında var ki, bu ciddi fəsadlara yol açır, nəticədə xəstə uşaqlar dünyaya gəlir. Yəni cəmiyyətdə də yəni kim necə istəyir, elə də yaşaya bilər yəni. Mən daha tərəfdaşım, kimsə sevib evlənəndə daha yaxşı, amma qohum istəyib evlənəndə daha yaxşı olur. Həm yaxşı tərəfi var, həm pis tərəfi var. Yaxşı tərəfi ona görə var ki, məsələn dediyimiz kimi qohum evlilər bir sıra xəstəliklərə yol açır. O cəhətdən yaxşı oldu. Bir tərəfdən pis tərəfdən ona görə oldu. Bəlkə nə olsun qohumudur. Bir insan onu həqiqətən qəlbini istəyə bilər də. Sırf ona görə ondan ayrı qala bilər. Bu qaydaya görə ondan ayrı qala bilər. Allah çox sevindirici bir xəbər oldu. Bu ümumiyyətlə düzgün qərardır. Çünki mən nə qədər həyatda görmüşəm. Qohum-qohumla evlənəndə uşaqlar qüsurlu olur. Ona görə çox gözəl. Çox yaxşı qərardır. Çünki qohum evliliyi olanda həm az yaşlı olur, həm də ki, başqa xəstəliklər mövcud olur və uşaqlar, məsələn üçün, autizm və yaxud da talisemiya xəstəlikləri kimi mövcud ola bilər uşaqda. Qohum evliliyinin ümumiyyətlə qadağan olunmasının müsbət cəhətləri çoxdur. Amma bunun mənfi cəhətləri də var ki, məsələn, elə biri ola bilər ki, həqiqətən də bir-birinə könüldən bağlı olsunlar. Bu zaman onların evlənməyi ilə bağlı da problem yaranır. Ən azında qüsurlu uşaqlar dünyaya gəlməyəcək. Cəmiyyətimiz sağlam və sağlıqlı olacaq. Sağlam gənclər yetişəcək və bu da dövlətin, cəmiyyətin inkişafının əsasını təşkil edir.